Bağırsaq mikrobiotası estrogenə bağlı xərçəng növlərinin yaranmasına və inkişafına təsir edə biləcək potensial faktor kimi qiymətləndirilir. Bu araşdırma NPJ Biofilms and Microbiomes jurnalında dərc olunub. Alimlərin fikrincə, bağırsaqda yaşayan bəzi bakteriyalar estrogen hormonunun orqanizmdə dövranını dəyişdirərək südvəzi və endometrium xərçəngi riskinə təsir göstərir. Tədqiqat müəllifləri bildirib ki, mikroorqanizmlər təkcə estrogenin parçalanmasında deyil, həm də iltihab proseslərinin, immun sisteminin və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edir. Bağırsaq mikrobiotasında tarazlığın pozulması bu mexanizmlərə təsir edərək şişliklərin inkişafı üçün əlverişli mühit yaradır. Alimlərin sözlərinə görə bağırsaq mikrobiotasına təsir göstərən probiotiklər, prebiotiklər və digər müalicə üsullarının xərçəngin qarşısının alınması və müalicəsində istifadəsi üçün geniş miqyaslı klinik tədqiqatlara ehtiyac var.